Stres, impotensiyanın əsas səbəblərindən biridir. Bugün stresdən və onun insan sağlamlığına necə təsir etməsini danışacağıq. Hazırda getdikcə daha çox insan stresə maruz qalır. Hətta bizim kiçik kəndimizdə belə bir çox insan antidepresan qəbul edir. Və stres sadə dillə desək, orqanizmə necə təsir edir? Təsəvvür edin ki, sizin orqanizminiz bir maşındır. Qısa müddətli stres sürətlə ötmək üçün qaza basmaq kimidir. Bu, təcili hallarda vəziyyətdən çıxmaq üçün faydalıdır. Amma xroniki stres, sanki yerinizdə dayanmışsınız və qaz pedalına daim axıra qədər basıb saxlamaq kimidir. Belə etdikdə maşına nə olur? Məsələn, mühərrik daha tez köhnəlir. Eyni ilə ürək də daimi stres altında olaraq gərgin işləyir. Təzyiq yüksəlir. Bu da ürək xəstəliklərinə səbəb olur. Yanacaq boş yerə sərf olunur. Orqanizm daim stres hormonları benzin kimi ifraz edir. Hətta buna ehtiyac olmasa. Beləliklə enerji ehtiyatlarını tükəndirir. Detallar sıradan çıxmağa başlayır. Daimi gərginlik immuniteti zəiflədir və orqanizm xəstəliklərə qarşı daha həssas olur. İdarə etmə pisləşir. Daimi stres beyinə təsir edir, diqqəti toplamaq, qərar qəbul etmək çətinləşir, əsəbilik və pis əhval yaranır. Xroniki stres orqanizmi daim öz imkanlarının həddində işləməyə məcbur edir ki, bu da dayanmadan tam sürətlə sürülən maşın kimi onu köhnəldir. Bu, sadə xəstəliklərdən tutmuş, ciddi ürək və sinir sistemi xəstəliklərinə qədər müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Hətta bütün orqanların və həmçinin sidik cinsiyyət sisteminin funksiyaları pozulur. Xroniki stres testosteron səviyyəsini aşağı salır, bununla da cinsi istəyi azaldır və buna əlavə olaraq qan dövranının pozulması hesabına isə impotensiya inkişaf edir.